Salam hörmətli abituriyentlər, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı mövzuya keçid edirik. Səfəvilər dövləti olduqca mürəkkəb bir mərhələdən keçirdi. Lakin Nadir xanın Sipəhsalar ordu komandanı təyin edilməsindən sonra Səfəvilər dövlətində vəziyyət dəyişir. İlk öncə Nadir 1729-cu ildə, yəni 18-ci əsrin 20-ci illərin sonlarında Əfqanları qovur ölkədən. Daha sonra Osmanlılar üzərinə hücum eləyərək Həmədan, Kirmanşah, Təbriz, Ərdəbili azad eləyir. Təqribən bu istiqamətdə və bu istiqamətdə. Lakin Nadir Xorasandakı üsyanı yatırmağa gedərkən Şah 2. Təhmasib özünü sübut eləmək üçün, təsdiqləmək üçün Osmanlılarla yeni hərbi əməliyyatlar başladır. Və bu hərbi əməliyyatlarda uduzur. 1731-ci il 3 Mədzin döyüşü var. Həmin döyüşdə uduzur, məğlub olur və Nadirin tutduğu torpaqları da itirir. Və Osmanlılar təklif edirlər ki, gəl sülh imzalayaq. Nadir Xorasandan xəbər göndərir ki, şahım, gözlə, imzalama sülhü. Başlamısansa, gözlə, mən gəlirəm. Amma Təhmasib yenə öz bildiyini eləyir, gedir 1732-ci ildə Kirmanşah müqaviləsini imzalayır. Kirmanşah müqaviləsinin şərtlərinə əsasən Təbriz, Ərdəbil bölgələri Kirmanşah, Həmədan Səfəvlərdə qalırdı. Araz çayı iki dövlət arasında sərhəd olurdu. Təbii ki, Nadir bundan qəzəblənir. Ölkəyə qayıdandan sonra 1732-ci ildə Təhmasibi devirir. Ardınca Rusların Xəzər sahili ərazilərdən çıxarılması prosesi başlanılır. Dəyərli abituriyentlər, Ruslar iki mərhələdə Azərbaycanın Xəzər sahili ərazilərindən çıxarılıblar və müharibə aparılmayıb. 1732-ci ildə birinci mərhələdə Rəşd müqaviləsini imzalamaqla Rusları Kürdən cənubdakı Xəzər sahili ərazilərdən Nadir çıxarır. 1735-ci ildə isə Rusları Kürdən şimaldakı Xəzər sahili ərazilərdən də çıxardır. Osmanlılarla müharibələr davam eləyirdi. 1733-cü ildə məsələn Bağdad müqaviləsi var. Osmanlılar son 10 il ərzində tutduğu torpaqları qaytarmalıydılar. Lakin Sultan bunu təsdiq etmir. Hərbi əməliyyatlar davam etdirilir. Və 1735-ci ildə Osmanlılar Azərbaycan ərazilərindən çıxarılır. Yəni Nadir xanın gördüyü möhtəşəm iş. Artıq Nadir nə edəcək? Artıq Nadir taxta yürüyəcək. Və bu haqda da gələn dərsdə danışacağıq. Mövzunun canı budur. Ümumi bir mənzərə yaratmağa çalışdıq sizdə. Təbii ki, hər xırda detalı və məlumatı ötürmürəm dərs izahları zamanı. Çünki belə deyim, izah nə qədər uzun-uzadı olarsa, onu izləyən də az olur, qulaq asan da az olur. Nəzərə alsaq ki, Z nəsli daha çox qısa məlumatlara fokuslanır. Mən də çalışıram slaydları qısa şəkildə izah edeyim dərsləri. Yəni mövzunun canı budur. Yəni öyrənəcəyiniz budur. Sadəcə vəsaitimizdə bu daha ətraflı şəkildə qeyd olunub. Ona görə də bu izahdan sonra mütləq şəkildə vəsaitdən xırdalıqları öyrənməliyik. Məsələn, Rəşd müqaviləsinin şərtləri, Gəncə müqaviləsinin şərtləri, Kirmanşah müqaviləsinin şərtləri. Biz sadəcə ümumi təsəvvür formalaşdırmaq istədik sizdəki ssenari bu formada gedir. Yəni dərsin strukturu, leytmotivi, ana xətti bu xəttir. Hər birinizə uğurlar arzulayıram, zehin açıqlığı arzulayıram. İnşallah gələn videolarda görüşmək ümidi ilə hələlik.